Əli Ağa Vahid Füzulinin yadigarı kimi tanınan böyük bir şair idi. Lakin həyatı əzab və çətinliklərlə dolu olmuşdu. Nəticəsiz bir sevgi, dərin yara izləri və qəlb qırğınlığından doğan şeirlər. Əli Ağa Vahid Azərbaycanın ən böyük şairlərindən biri 1895-ci ildə Bakının Seyidli məhəlləsində dünyaya gəlmişdi. Onun həyatı çətinliklərlə dolu idi. Uşaqlığında ailəsinə kömək etmək üçün müxtəlif işlərdə, baca təmizləmə, dülgərlik və ağac emalı sahələrində çalışmışdı. Lakin onun şair qəlbi sıradan bir həyatla barışmağa imkan vermirdi. Vahidin gənclik illəri nəticəsiz bir sevgi ilə yadda qalmışdı. O Zülfiyə adlı bir qıza aşiq olmuşdu. Lakin Zülfiyə onu tərk edərək yaralı bir qəlbinə baş-başa qoymuşdu. Bu sevgi əzabı Vahidi poeziya aləminə gətirmişdi. O öz daxili ağrıları ilə yanaşı, dövrünün sadə insanlarının rəşadətindən və problemlərindən də bəhs edirdi. Onun şeirləri həmin dövrün sosial həyatını əks etdirirdi. Qızının sözlərinə görə Vahidin ölümündən sonra KGB bəzi yazılarını aparmışdı. Yazılar qaytarıldıqda isə dini mövzulu bir çox hissənin itkin olduğu məlum olmuşdu. Vahidin Şəhriyara xüsusi hörməti vardı və onu yaxından görmək arzusu ilə yaşayırdı. Lakin o illərin Sovet və Pəhləvi rejimlərinin sərt siyasəti bu arzunun gerçəkləşməsinə mane olmuşdu. Onun ən gözəl qəzəllərindən birini dinləyin. Kimdə vardır gözəlim, səndə olan cazibələr? Sənə dünyada məgər aşiq olan da qəm edər?